Və aleykuməssalam və rəhmətullah. Qardaşlıq məhsulları, broyerlər barəsində soruşur. Həmçinin naməlum şəraitdə kəsilmiş ətlərin hökmü barəsində sual verir. Bu barədə, yəni sırf bu mövzu ilə əlaqəli xas bir geniş dərsim var. Naməlum şəraitdə kəsilmiş heyvanların hökmü. Ümid edirəm ki, qardaş o dərsə qayıtsa, bu barədə geniş məlumat əldə edər. Həmçinin bu mövzu ilə əlaqəli ikinci bir dərs də var. İslamın ali məqsədləri. Və məsləhət görürəm ki, qardaş o dərsi də dinləsin. Hardasa bu suallar ilə əlaqəli bir mövzudur. Ümid edirəm ki, fayda əldə edər. Və lakin burada bəzi şeyləri fayda üçün qeyd etmək istəyirəm. O toyuq məhsulları ki, onları kəsən və o şirkətdə işləyən, bu işə nəzarət edən, bu işə baxanlar müsəlmanlardırsa və ya kitab əhlidirsə, o halda həmin məhsulların hökmü halaldır və şəriətdə əsl olan budur. Və gedib nəyisə araşdırmağa, sorub-soruşturmağa ehtiyac da yoxdur. Şəriət səndən bunu tələb etməyib. Və lakin, burada ikinci bir hal var. Əgər səndə müəyyən bir şirkət barədə məlumat olsa ki, o şirkətdə işləyən, o işə baxan, o işə nəzarət edən müsəlmanlar və ya kitab əhli olsa belə, onlar həmin toyuqları şəriətə müvafiq kəsmirlərsə və bu barədə səndə məlumat varsa, bunu bilirsənsə, məsələn, tok vurub öldürürlər. Bu şəriətə müvafiq kəsim deyil. O halda həmin məhsullardan çəkinirsən. Bu başqa şeydir. Amma sualın ikinci hissəsinə gəldikdə, yəni naməlum olan ətlərin hökmü. Bu məsələdə də iki hal var. Biri var tam naməlum, yəni bir ətdir, ümumiyyətlə bilmirsən ki, bunu kim kəsib. Yəni həmin ətin müsəlmanlar və ya kitab əhli tərəfindən kəsildiyini belə bilmirsən. Tam naməlum bir ətdir. Bu halda həmin ətin hökmü haramdır. Bu halda əsl olan budur. Yox əgər, burada ikinci hal budur ki, yox əgər həmin ətin müsəlmanlar və kitab əhli tərəfindən kəsildiyini bilirsən və lakin hansı şəraitdə kəsildiyini bilmirsənsə, yəni məsələnin bu tərəfi sənə naməlum və qaranlıqdırsa, yəni şəriəti müvafiq kəsiblər ya yox, bismillah kəsiblər ya yox, bu halda həmin ətin hökmü halaldır. Yəni burada fərq var. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.